Qonşularımızın biri nəql elirdi. Deyirdi, Bətul bacı, bir gün getmişəm deyib bimaristana. Famillərin biri mərizdir, getmişəm onu aparmışıq. Deyir, bir o qədər geçmədi, gördük bir qızı gətirdilər. Başının qonu süzür. Deyir, döktü deyir, gəldi, baxdı, deyir, dedi, nə olub başı? Deyir, dedi, vallahi döktür. Getmişdik bağ villamıza. İstəxridəydim. Çıxdım İstəxridən, qıçım züvdü, başımdaydı İstəxrin qırağına. İstirdim gedəm şasi Bolandidən. iPhone 15-mi gətirəm. Film əkiz götürəm. O da qıçım züvdü, başımdaydı İstəxrin qırağına sındı. O yandan nənə havar elirdi. Döktür, yalan deyir qoncıq. Getmişdi Nazır səhfinə. Girmişdi vəsətdə Nazır ola. Arvadlar demişdilər, get səhfin o başına getməmişdi. Qablama ilə vurmuşdular, başı sınıb. Qız yazıq sən Allah, nə günahıymış. İstəyib orada, indi görəsən Allah bilsin kim var imiş. İstəhli yelmeli. Oradaymış. Yelidi. Oradaymış istəyib parazit ata. Nənə, evin tikisin nənə. Məndən 5 bətər nənə. Elə ona görə deyiblər də. Nənənin adı Nana xalola. Uşağın adı Dorsa. Dorsa ilə Nana xala yiyər. iPhone 15 ilə şasi Bolandilə Nazır olmaq yiyər. Bala başıyan dolanıb. Ürəyim qurban olum. Nə günahıymış sana səhnədə indi. O saatda bətər biz vaxan günahıymış. Qədim adamdılar da. Vallahi. Deyirəm, Lolulaydın da, köpəyin qızı. Uşağın ruhiyyəsindən niyə oynayıbsan? Allah səni pişman eləsin. Pişman qolasın. Bunlar bizə aynı ibrətdilər. Öyrənin, uşaqlarımız çox günahdır. Eyvallah.